İrana hərbi müdaxilə ehtimalı hələ də yüksək səviyyədədir. Trump Davosdan qayıdarkən hücum planının aktual olduğunu vurğuladı. Amerikanın zərbə qruplarını daşıyan Abraham Lincoln gəmisi ilə yanaşı, ən azı 6 C-17A Globemaster 3 hərbi nəqliyyat təyyarəsini yaxın şərqə göndərdiyi haqda məlumat yayılıb. Növbəti ay ərzində 24 saat hazırlıq əmrinin verildiyi CENTCOM rəhbəri isə İsrail ordusunun baş qərargah rəisi ilə görüşüb. İsrail mediası bu həftə İrana hücum hazırlığında həlledici dövr olduğunu yazır. İsrail Hayom nəşri, ABŞ-ın İranda Xameneyi də daxil olmaqla potensial hədəflərini açıqlayıb. Bunun fonunda Türkiyənin İranda mümkün müharibəyə hazırlığı haqda yayılan məlumatlar diqqət çəkir. Məlumatlara görə müharibə olacağı təqdirdə Türkiyə miqrantların mümkün qədər İran ərazisində saxlanılması məqsədi ilə sərhəddə bufer zona yaratmağı planlaşdırır. Xarici İşlər Nazirliyinin Parlamentin Xarici Əlaqələr Komissiyasına təqdim etdiyi məxfi hesabatda A, B və C olmaqla 3 planın hazırlandığı deyilir. 12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Hadisələrin mümkün inkişafı Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurətini yaradır. Hərçənd bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür. Birincisi, geniş miqyaslı müharibə olacağı təqdirdə sərhəddə bufer zonanı yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etmək. İkincisi, ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaq. 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı. Soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərti ilə Güneyi tərk etməməsi mümkün. Müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir. Siyasi şərhçi Asif Nərimanlı.